Bu gece ehtimal olunan Qədir gecelərinin üçüncüsü və Əhl-i Beyt əleyhissalamdan bizə gələn işarələrə əsasən Qədir gecəsi ən çox ehtimal olunan bir mübarək gecədir. Peyğəmbər sallallahu aleyhi və aleyh buyurub ki, Zikru aliyyin ibadə, Əlini yad etmək ibadətdir. Dünən də məclisdə oxuduğum hədisi burada bir daha təkrar edirəm. Əgər bir insan Əli əleyhissalam barəsində bir fəziləti gözü ilə oxuyarsa, Allah Teala həmin şəxsin gözlə etdiyi günahları əfv edər. Əgər o Həzrətin barəsində bir fəziləti qulağı ilə dinləyərsə, qulaqla etdiyi günahını bağışlayar. Və bir insan o Həzrətin mübarək fəzilətlərindən hətta birini belə yazıya köçürərsə, nə qədər ki o yazı vardır, o yazı qalıb, Allah Teala həmin şəxsi əfv edər, bağışlayar və mələklər onun üçün istiğfar edərlər. Əli əleyhissalam bir mübarək kəlamında belə buyurur. Əl-haqq əvsa'ul əşya fit-təvasuf və əzyəquha fit-tənasuf. Haqq vəsf edilərkən ən geniş bir məfhumdur. Lakin insafa gələndə ölçüsü xeyli miqdar azalır. Bu mübarək kəlamın mahiyyəti və mənası nədən ibarətdir? Ümumən haqqın vəsfi və haqqın tərifi nədən ibarətdir? Haqqın fəlsəfəsi nədən ibarətdir? Bir neçə dəqiqə bu barədə söhbət eləyəcək inşallah. Haqq azadlıqla vacibin birləşdiyi məfhuma deyilir. Məsələn, sənin mülkiyyət haqqın vardır. Sənin danışmaq haqqın vardır. Sənin gəzmək, yazmaq haqqın vardır. Haqqın var nə deməkdir? Yəni sən burada azadsan, azadlığın vardır, hürriyyətin vardır. Həzrət ki deyir, haqq vəsf ediləndə məfhumu son dərəcə genişdir. Yəni sənin hürriyyətin var. Sən əşyalara, sərvətə malik ola bilərsən, sahib ola bilərsən, sən danışa bilərsən. Lakin hər bir haqq hürriyyətinin yanında bir vacib də vardır. Həmin o vacib bu azadlığın sərhədini daraldır. Yəni sən sərvətə sahib ola bilərsən, malik ola bilərsən, lakin hər yolla yox. Onun ölçüləri vardır. Sən söz danışmaq azadlığın vardır. Bu azadlıqda sən hürrüsən, yəni geniş vüsətin vardır. Lakin hər söz danışa bilərsənmi? Hər sözü hər yerdə danışa bilərsənmi? Haqq deməli azadlıqla onun qeydlərinin, onun zəncirlərinin, sərhədlərinin müəyyənləşdiyi bir çərçivədir. Yəni bir tərəfdən azadlığın var, digər tərəfdən o azadlığı sərhədləndirən bir çərçivələr var. Sənin vaciblərin var. Sənin nədə haqqın varsa, həmin şeydə sənin əleyhivə də haqq vardır. Yəni sən nəyisə danışa bilərsənsə,
Həmçinin nəyisə də danışmamalısan. Sən bir sərvətə sahib olarsan bir yolla, lakin başqa yolla sahiblənməyin caiz değildir. Sən məsələn oğurluq yolu ilə, rüşvət yolu ilə, cəmaatın malını plan qurub onun malını onun əlindən almaq yolu ilə heç vaxt sərvət sahibi olmamalısan. Burada sənin Allah Taala sərhədini çəkir və sənin azadlığını məhdudlaşdırır. Əli əleyhissalam cəmiyyətdə haqları bərqərar edən tarixin ən qədim və ən nadir şəxsiyyətlərindən biridir. Bəlkə də birincisidir. Mən bugün Azərbaycanın məşhur simalarından birinin yazısını oxuyordum. Və həmin yazıda qeyd olunurdu ki, cəmiyyətin haqqının, hüququnun, insanların haqq və hüququnun pozulmasının səbəbkarı İslamdır, dindir. Dinin qoyduğu çərçivələr, dinin yaratmış olduğu tapular cəmiyyətin inkişafının qabağını alır. Məhz İslam zoraki usullarla haqq və hüququ məhdudlaşdırmışdır. Mən həmin o insanı qınamıram. Çox təəssüflər olsun ki, dünya Peyğəmbər və Əli əleyhissalamın İslamından xəbəri yoxdur, az xəbərdardır. Dünyaya başqa İslam təqdim olunub. Dünyaya İslam həqiqi şəkildə çatmayıb. Gəlin bu axşam, mən ona görə bu mövzunu seçdim ki, gəlin bu axşam həqiqi İslamı, Peyğəmbərin canı və qanı olan, onun əsas şagirdi və davamcısı olan Əli əleyhissalamın günləri olduğundan, gəlin Əli əleyhissalamın cəmiyyətdə haqları nə cür bərqərar etdiyinə baxaq. Görək ki, bu İslam həqiqətən siması qara olan İslamdır, yoxsa siması ağ olan İslamdır. Hələ baxaq görək, indiki zamanda Əli əleyhissalamın tətbiq etdiyi formada haqq və hüquqlar var dünyada, yoxsa yoxdur. 3 formaya nəzər salacağıq. Birincisi, fərdi azadlıq. İkincisi, iqtisadi azadlıq. Fərdi hüquqlar, iqtisadi hüquqlar və siyasi hüquqlardan söhbət edəcəyik. Gəlin fərdi hüquqa nəzər yetirək. Əli əleyhissalamın zamanında insanlar möhtərəm idi. Qur'an-ı Kərimdə Allah Taala belə buyurur: "Və-ləqəd kərrəmnā bəni Adəm." Biz Adəm övladını möhtərəm yaratmışıq, şərafətli yaratmışıq, ləyaqətli yaratmışıq. Şərəf və ləyaqət hər bir insanın ayrılmaz xüsusiyyətidir. Hətta kafir də olsa belə, hətta bütpərəst də olsa belə, onun şərəf və ləyaqəti vardır. Və Quran buyurur ki, mən insanı şərəf və ləyaqətlə xəlq etmişəm. Demir müsəlmanı, demir mömini. Hətta bütpərəst, məcusi olsa da belə, onun şərəf və ləyaqəti vardır. Əli əleyhissalamın zamanında insanların şərəf və ləyaqətinə ciddi bir şəkildə hörmət var idi. Əgər bir şair, bir yazar, hər hansı bir şəxsi, hər hansı bir qəbiləni, tayfanı öz şeirlərində təhqir etmiş olsaydı, onun şərəf və ləyaqətinə alçaldıcı şəkildə hücum etsəydi, Əli əleyhissalam həmin şairi cəzalandırtırırdı, ona təzir ettirirdi. Sən nə haqla bir insanın, bir qəbilənin şərəf və ləyaqətinə hörmətsizlik edə bilərsən, ona təcavüz edə bilərsən. Həmin şəxsi cəzalandırırdı. İkincisi,
İnsanlar sərvətdə bərabərdirlər. Bir ölkənin vətəndaşları həmin ölkənin torpağının üstündə və altında olan bütün nemətlərdə bərabərdirlər. Birinin digərindən heç bir üstünlüyü yoxdur. Əli əleyhissalamdan qabaq hakim olan şəxslər, hökumətlər Qureyş tayfası üçün ayrıca bir imtiyaz qərar vermişdilər büdcədən. Ərəblər Rumlardan, Farslardan üstün tutulurdu. Və yaxud Ənsar digər tayfalardan üstün tutulurdu. Amma Əli əleyhissalam gəldi, bütün bu imtiyazları ləğv etdi. Əli əleyhissalam indiki xəritə ilə BMT-də qeydiyyatdan keçmiş 37 ya 36 dövlətin ərazisində vahid xəlifə idi. Həmin bu xəlifənin dövründə bütün vətəndaşlar Beytulmalda, yəni dövlətin büdcəsində bərabər paya sahib idilər. Hətta kafirlər belə, hətta nəsranilər, xristiyanlar belə. Əli əleyhissalam bütün imtiyazları ləğv etmiş oldu və vətəndaşlıq statusunu bütün o coğrafiyada yaşayan insanlar üçün bərqərar etmiş oldu. Əli əleyhissalam heç kəsə fərq qoymurdu. Bir nəfər gəldi, onun Beytulmaldan, büdcədən payı 3 dinar idi. Həzrət onun 3 dinarını ona təqdim etdi. Az keçməmiş bir başqa qulam, nökər, yəni xidmətçi gəldi. Həzrət çıxartdı, ona da 3 dinar verdi. Bu şəxs etiraz elədi. Dedi, ya əmir əl-müminin, mən ağa, o nökər, mənə də 3 dinar, ona da 3 dinar. Əli əleyhissalam cavab verdi. Dedi, inni nəzərtu fi kitabillah, fələm və əcid li vuldi İsmail, əla vuldi İshaq fəzlən. Mən Allahın kitabına baxdım, Qur'ana baxdım. İsmail övladlarının İshak övladlarından heç bir üstünlüyə sahib olmadığını gördüm. Yəni, insanlar bərabərdirlər. Sən ağa ol, o nökər ol. Sənin də payın 3 dinardır, onun da payı 3 dinardır. Vətəndaşlar dövlətin sahib olduğu əmlakda bərabər paya sahibdirlər. Bir gün Əli əleyhissalam səhabələrlə bir yerdə yoldan keçirdi, gördü ki, bir qoca kişi dilənir. Soruşdu ki, bu şəxs kimdir, ağsaqqal yaşında dilənir? Burada bir mötərizə açım. Əli əleyhissalam 4 il, 9 ay, neçə gün hakimiyyətdə olub, o hakimiyyətdən getdiyi zaman, yəni şəhid olduğu zaman İşi olmayan insan o qalmayıb, evi olmayan insan, vətəndaş qalmayıb, bir də evinə su çəkilməyən vətəndaş qalmayıb. Hər kəsin işi olub, hər kəsin, yəni ruzisi olub, iş varsa aş da var. Hər kəsin işi olub, hər kəsin evi olub və hər kəsin qapısında suyu olub. Bu çox önəmlidir. Amma Həzrət təəccüb elədi. Dedi, bu qoca kişi qoca yaşında dilənir. Nə üçün? Dedilər, ya əmir əl-müminin, o bir xristiyan kişidir. Əvvəl işləyib, tutaq ki, büdcəyə pul ödəyib, lakin indi qocalıb artıq işləmir. Həzrət buyurdu ki, onun cavanlığından ondan istifadə etmisiniz, qazanmışsınız. İndi qoca yaşında onu Beytulmaldan məhrum etmisiniz, büdcədən məhrum etmisiniz. Əsla yox. Ona büdcədən təqaüd verin. Mənim bildiyimə görə, yəni oxuduğuma əsasən ilk dəfə təqaüd sistemini yaşlaşanda, pensiyaya
çıxma sistemini Əli əleyhissalam tarixdə qeyd etmişdir. Hələ kim üçün? Birinci şəxs də həmin o nəsrani olmuşdur. Bu Əli əleyhissalamın insanların haqq və hüququna vermiş olduğu hörmətdir. Bu iqtisadi mənada Həzrətin insanların haqq və hüququna olan hörmət və ehtiramını. Amma siyasi mənada Əli əleyhissalam vətəndaşlıq formulunu önə çıxartdı. Dedi ki, dövlətin insana baxışı vətəndaşa baxışdır. Onun dinindən, əqidəsindən, kimliyindən, milli mənsubiyyətindən asılı olmayaraq dövlət insana vətəndaş kimi baxacaqdır. Heç bir fərq qoymayacaqdır. Malikəşlərə yazdığı məktubda Həzrət Malikə belə tapşırır. وَعَشْئِرْ قَلْبَكَ الرَّحْمَ لِلرَّئِيَّةِ وَالْمَحَبَّ لَهُمْ وَاللُّطْفَ بِهِمْ وَلَا تَكُونَنَّ عَلَيْهِمْ سَبُعًا زَرِيًا تَخْتَنِمْ أَكْلَهُمْ. Malik, öz qəlbini rəiyyətə qarşı rəhmət, məhəbbət və lütflə doldur. Demədi müsəlmanlara qarşı, dedi rəiyyətə qarşı, yəni vətəndaşa qarşı qəlbini mərhəmətlə dolduracaqsan. Və sən onlara qarşı yırtıcı varlığa çevrilməginlə ki, onları yeməyi özün üçün qənimət biləsən. Yəni hakimiyyətlər yırtıcı varlığa çevrilirlər. Əgər onlar vətəndaşa hörmət bəsləmirlərsə və vətəndaşın bütün haqq və hüququnu mənimsəmək istəyirlər. Həzrətin bu sözündən bu çıxır. فَإِنَّهُمْ sinfan. Malik, vətəndaşlar iki sinifdir. İmma əxun ləkə fid-din, o mislun ləkə fil-xəlq. Ya sənin din qardaşındılar, ya da sənin kimi insandılar. Fikir verdiniz? Həzrət burada vətəndaşlığı önə çəkdi. Başqa bir mübarək kəlamda Həzrət yenidən vətəndaşı ehtiram edilməyə Maliki sövq edir. Deməli, dövlətin və insana baxışı vətəndaş nöqteyi nəzərdəndir. Bir mübarək hədisdə Həzrət belə buyurur. Deyir, dövlətin dini olmaz, dövlətin dini ədalətdir. Vətəndaşın dini var. Sən müsəlmansan, o xristiyandır, o biri məcusidir. Amma dövlətin dini nədir? Ədalətdir. Dövlət əgər vətəndaşı ilə ədalətli rəftar edirsə, o dövlətin dini həmin onun ədalətidir. Siyasi nöqteyi nəzərdən Həzrət müxalifsiz deyildi. Necə ki, indiki cəmiyyətlərdə bütün siyasi hakimiyyətlərə qarşı müxaliflər var. İmam Əli əleyhissalamın da zamanında onun hakimiyyətinə qarşı çıxan siyasi müxalifləri var idi. Həmin o siyasi müxaliflər çox rahatlıqla öz sözlərini ifadə edirdilər. Çox rahatlıqla onlar Əli əleyhissalama qarşı, Allahın höccətinə qarşı, məsum imama qarşı öz sözlərini deyirdilər. İmam Əli əleyhissalam məsciddə cəmaatın arasında xutbə söyləyərkən, yəni dövlətin başçısı vətəndaşlarla söhbət edərkən, vətəndaşlarla çıxış edərkən, yerdən həmin o müxaliflər qalxırdılar və Həzrətin sözün kəsirdilər. Məsələn, xəvariclər qalxırdılar, deyirdilər ki, La həkəmə illallah, la hükmə illa lillah. Ya Əli, hökm yalnız Allahındır, belə deyirdilər. Yəni, Siffeyn müharibəsindən sonra ki, o baş verən hadisələrə görə xəvariclər deyirdilər ki, nə üçün iki hakim qərar verildi? Hökm Allaha məxsusdur. Həzrət buyurur, Həzrət cavablarında deyirdi ki, söz doğru sözdür,
amma ondan batil iradə olunur. Yəni niyyət xəbisdir. Doğru sözü xəbis niyyətlə deyirsiniz. Əli əleyhissalam namazda ikən cemaat yüzlərlə insan onun arxasında namaz qılır. Həzrət namazın ortasında xəvariclər dəstə ilə, xorla səs qaldırırdılar. Həzrət məcbur olurdu namazını, məsələn, İyyəkə nə'budu və İyyəkə nəstəin kəsirdi. Onlar sakitləşəndən sonra davam edirdi. Dəfələrlə belə olub. Dəfələrlə. Həmin onların müxalifliyinə görə Əli əleyhissalam bir dəfə onları onları həbsə atıbmı? Və yaxud onları təqib edibmi? Və yaxud öldürübmü? Əsla belə şeylərə yol verməmişdir Həzrət. Yəni İmam Əli əleyhissalamın zamanında onun siyasi müxalifləri tamamilə azadlıqdaydılar. Vaxt o vaxta yetişdi ki, Həzrət onlara dedi. Dedi ki, doğrudur siz mənə müxalifsiniz. Lakin biz sizi məsciddən çıxara bilmərik. Nə qədər ki siz də məsciddə Allahı yad edirsiniz. Biz sizi Beytülmaldan, yəni dövlətin büdcəsindən məhrum edə bilmərik. Nə qədər ki siz də həmin o büdcənin formalaşmasında rol oynayırsınız. Sən müxalifsən, sənə artıq dövlətdən pul verilməz, belə söhbət yoxdur. Və sonra buyurdu, nə qədər ki siz bizə qılınc çəkməmisiniz, biz sizdən döyüşmərik. Amma onlar sakitləşmirdilər bu müxaliflər. Həzrət bilirsiniz neynədi? Dedi, yaxşı, siz vuruşmaq istəyirsiniz bizdən. Çox gözəl. Mən sizə, siz indi zəifsiniz. Mən sizin üzərinizə qoşun çəkib, sizi məhv edə bilərəm. Lakin mən sizə möhlət verirəm. Siz gedin pul toplayın. Siz gedin silah yığın. Siz gedin məşq edin. Yəni təlim keçin, hərbi təlim keçin. Haçan tam hazırlıqlı oldunuz, ondan sonra gələrsiniz, vuruşarıq. Siz təsəvvür edirsiniz, dövlətin başçısı ona müxalif olub, ona artıq silah çəkmək istəyən insanlara qarşı nə cür davranır? Deyir ki, ədalətli deyil, indi biz sizə qarşı hücuma keçək. Siz gedin pul toplayın, gedin silah alın, gedin təlim keçin, ondan sonra gələcəksiniz, vuruşmaq istəsəz vuruşarıq. Tarix yazır ki, onlar 6 aya qədər getdilər, pul topladılar, silah topladılar, təlimlər keçdilər. Amma həmin bu 6 ay müddətində o dəstənin 3də 2-si islah oldu, çıxdılar ortadan. Haqqı başa düşdülər, qayıtdılar. Neçə nəfəri qaldı? 3də 1-i qaldı onların arasında. Çünki Əli əleyhissalamın niyyəti insanları öldürmək deyil. O hər fürsətdəcə şərait yaradır ki, insan hidayət olsun. Bir söz buyurur, bir mübarək hədisində deyir ki, mən sizi islah etməyin yolunu çox yaxşı bilirəm. Mən istəsəm, sizi 3 gündə islah edərəm. Lakin heç rəva bilmirəm ki, sizə özümü xarablamaqla sizi islah edim. Mən eləyə bilərəm sizi islah edim. Amma özümü xarablamaqla sizi islah etməyi heç özümə rəva bilmirəm. O birilər neynədilər? Əli əleyhissalamdan sonra hakimiyyətə gələn kimi kim başını qaldırırdı, hələ başını qaldırmamış başını bədənindən üzürdülər. Onlar öz hakimiyyətlərini qanun üzərində bərqərar elədilər. Əli əleyhissalam deyir, mən də o yolu gedə bilərdim. Daha onda mənlə, Əli ilə Muaviyyənin arasında, Həccacın arasında nə fərq olardı? Əli tarixi şəxsiyyətdir. Əli insanlığın səsidir. Ona görə George Ordag deyir ki, ya Əli, ey kaş bütün göylər və bütün yer yığışaydı, bir daha bir dənə səndən yenisini yaradardı. Yaradaydı. Salavat zikr eləyin. Allahümme sallallahu siyasi mənada Əli əleyhissalamın üçüncü gördüyü iş bundan ibarətdir ki,
O padşah, rəhbər, yəni dövlətin başçısı üçün belə bütün imtiyazları ləğv etdi. Əli əleyhissalamdan qabaq kimlər ki xəlifə idilər, onlar dövlətin büdcəsini hansı formada işlədirdilər, bütün tarix bunu bilir. Məhz indiki insanlar ki, aydınlar, ziyalılar ki deyirlər, İslam, o İslam, məhz o İslamı görüb deyirlər. Amma indi gəlin mən sizə Əli əleyhissalamın İslamından xəbər verim. Əli əleyhissalam 36 dövlətin indiki xəritə ilə rəhbəri olmasına baxmayaraq, özü üçün belə heç bir imtiyaz qail olmadı. Heç bir imtiyaz. Əli əleyhissalamın digər vətəndaşdan mal, mülk, sərvət nöqteyi nəzərdən heç bir fərqi yox idi. Hətta ən kasıbı ilə bərabər yaşayırdı. Əli əleyhissalam Kufəyə köçəndə öz bacısının evində sakin olmuşdur. Əli əleyhissalamın Kufədə evi olmamışdır. Bu bir. İkincisi, bir gün İbn Abbas Ziqar məntəqəsində Əli əleyhissalamla rastlaşdı. Gördü ki, Əli əleyhissalam özü öz ayaqqabısını tikir. Həzrət ondan soruşdu ki, İbn Abbas, bu ayaqqabının qiyməti nədən ibarətdir? Köhnə bir ayaqqabı idi. Həzrət onu öz əli ilə tikirdi. Parçalanmışdı, onu tikirdi. Buyurdu ki, ya Əmirəl-Möminin, o ayaqqabının nə qiyməti olar? Həzrət cavab verdi ki, and olsun Allaha, mənim sizə rəhbərliyim, bu qədirsiz, qiymətsiz ayaqqabı mənim üçün, mənim sizə rəhbərlikdən mənə daha xoşdur. Yalnız bu şərtlə ki, mən haqqı bərpa edim, batili uzaqlaşdırım. Yəni, əzizlər, Həzrət demək istəyir ki, mənim qəlbimdə heç bir riyasət, böyüklük, rəis olmaq, hakim olmaq məhəbbəti və istəyi yoxdur. Köhnə ayaqqabı mənim üçün o riyasətdən daha üstündür. Bu dəqiqə dünyada nə baş verirsə, elitanın, böyüklərin öz aralarında apardığı riyasət və sərvətlərə hökm etmə davasıdır. Ölkələr dağıdılır buna görə. Xalqlar ziyan çəkir buna görə. Körpələr ac qalır, öldürülür buna görə. Bütün dava nəyin üstündədir? Mən hakim olum, sən olmayasan. Milyardlara mən sərəncam verim, sən sərəncam verməyəsən. Gör, Əli əleyhissalam nə deyir? Deyir ki, mənim bu köhnə ayaqqabım sizə rəhbərliyimdən daha əzizdir mənə. Amma mən bu rəhbərliyi iki şey üçün istifadə edirəm. Bir haqqı bərqərar etmək üçün və bir də batili uzaqlaşdırmaqdan ötürü. Varmı belə bir insan? Varmı belə bir nümunə? Salavat zikr elə. Allahümme salli ala Muhammed. Vətəndaşlar arasında bayaq qeyd etdiyim kimi büdcəni bərabər bölürdü. Heç kəsə fərq qoymurdu. Və belə bir söz deyirdi. Deyirdi, and olsun Allaha. Mal, pul, büdcə mənim olsaydı belə mən bərabər bölərdim. Hələ o ki qaldı bu mal Allahın malı ola. Bir dəfə də təkrar edirəm. Deyir, bu büdcə, bu mal mənim olsaydı belə mən bərabər bölərdim. Hələ o ki qaldı bu mal kimin malıdır? Allahın malıdır. Həzrət bir mübarək hədisdə belə deyir. And olsun Allaha. Əgər istəsəm balın ən ləzzətlisini,
yeyərəm. Buğdanın ən xalisini yeyərəm. İpəyin ən xalisini geyinərəm. Lakin heyhat, mənim nəfsi istəklərim mənə qalib gələ və mənim hərisliyim məni buna yönləndirə ki, mən yeməklərin yaxşılarını özüm üçün seçəm. Bu mənim həvai həvəsim olar. Heyhat bundan. Bir halda ki, Hicazda və ya Yəmamədə elə bir insan ola bilər ki, onun bir tikə çörəyə ehtiyacı ola və yaxud o heç vaxt doymamış yata. Mən heç özümə yaraşdırmıram ki, mən tox qarnımla yatam, amma mənim ətrafımda ac qarınlar olmuş ola. Heç rəvadırmı ki, mənə möminlərin əmiri deyilə, lakin mən həmin o möminlərlə onların çəkmiş olduğu çətinlikdə onlarla bərabər olmayam. Mənə deyirlər möminlərin padşahı, bu mənə xoşdur. Lakin o möminlərin çəkdiyi əzab, əziyyətdən mənim xəbərim yoxdur. Heç mənə rəvadırmı deyir bu? İslam budur, haqq budur, hüquq budur, gözəllik budur. Və ona görə biz deyirik ki, dünya həqiqi İslamı tanımamışdır.